Salam, hər vaxtınız xeyir. OTK-nın blok üçün ikinci qruplar 20 variant sınağından 5-ci sınaqdır. Əvvəlki sınaqlara kanalımdan izləyə bilərsiniz. Buradakı mövzular isə bərabərsizliklər, ədədi ardıcıllıqlar, silsilə və fiqurların sayısı çox gözəl mövzulardır. Baxaq, dediyim kimi, həmişəki kimi sadəcə bəzilərinə istiqamət verəcəm, bəzilərini isə ola bilər ki, tamamilə həll edim. Burada əsas məqsəd şagirdlərə istiqamət verməkdir. Birinci sualda, deməli, bu kimi suallarda modul kiçikdir olanda biz bunu 2 qat bərabərsizlik kimi yaza bilirdik. Necə? Deməli, bu 11 ki var, bunu bir mənfi 11 orta hissəyə 2x çıxır, bir də müsbət 11 kimi yazsaz daha praktikdir, amma əlbəttə ki, bunun başqa bir yolları da var. Şəxsən mən məsəl üçün şagirdlərimə bu şəkildə deyirəm, daha praktikdir. Kiçik olanda ancaq belə yazırsan, böyük olanda bir başqa cür yazırsan. Və burada 3-ü həm sağa, həm sola keçirtməklə, hər tərəfi də 2-yə bölməklə, yəqin ki, bu 2 qat bərabərsizliyin öhdəsindən hər bir şagird gəlir, çünki bu hətta buraxılış səviyyəsidir. Keçirdib 2-yə bölməklə cavabını alırsınız və o aralıqda tam həllərin sayını tapacaqsınız. İkinci sualda ədədi silsilədir, A3 var, D var, A10-u soruşur, A10-un düsturunu yazım, siz yerinə qoyub yaza bilərsiniz. A10-u yazanda A3 ilə əlaqəli yazsanız, A3 üstəgəl 7 dənə D deməkdir. A3 də var əlinizdə, D də var əlinizdə, qoyub yaza bilərsiniz. Üçüncü suala baxaq. Tərəfləri 5, 6, 7 olan üçbucağın sayısını tapın. Çox sadə bir halla tapa bilərsiniz. Heron düsturu, yəni heç uzağa getməyə ehtiyac yoxdur. Heron düsturundan istifadə edərək yaza bilərsiniz. Heron düsturunu xatırladım. P vurulsun P çıx A, P çıx B və P çıx C düsturundan istifadə edə bilərik. Buradakı P, burada istifadə olunan P isə yarım perimetrdir. Yəni A üstəgəl B üstəgəl C böl 2. Bunu unutmayın. İstifadə edib rahatlıqla tapa bilərsiniz. Dördüncü çalışmada diqqət eləsəniz görərsiniz ki, x çıx 6 ilə 1 böl 6 çıx x bir-birlərini əslində sıfıra aparır. Yəni sizin əlinizdə nə qalır? Qalır 2 plus, bunu vurub açsaq, 3x üstəgəl 6 böyük bərabərdir, buradan yazsaq, 2x üstəgəl 12. Bu xətti bərabərsizliyində yəqin ki, hamı öhdəsindən gələ biləcək. Və həmən bərabərsizliyi həll edəndən sonra bu parçaya daxil olan həllərini seçib yazacaqsınız ancaq. 5-ci çalışmada həndəsi silsilə B4 vur B8 16-dır. B2 vur B10 vur B6 hasilinin böyük qiymətini tapın. Burada belə bir şey yaza bilərsiniz ki, B4 vur B8. Bizim belə bir düsturumuz var ki, BM vurulsun BN bərabərdir BK vurulsun, tutaq ki, BL. O vaxt olur ki, bu indekslərin cəmi, yəni soldakı indekslərin cəmi sağdakı indekslərin cəminə bərabər olsun. Onda buradan belə bir şey yaza bilərsiniz. Baxın, B4 vur B8. Bunların indekslərinin cəmi neçə verir bizə? Yəni 12 verir, düzdür? 12 verirsə, mən bunu belə yaza bilərəmmi? B4 vur B8 bərabərdir B6 vur B6 şəklində. Çünki 12 versin də indeksləri. Aha, onda bu da B6-nın kvadratı deməkdir. Bərabərdir 16. B6-nın özü oldu 4. Niyə mənfi 4 götürmədim? Çünki burada hasilin böyük qiymətindən danışılır. Ona görə də mən yaxşı olar ki, müsbət qiymətdən istifadə edim. İndi B6-nı siz aldınız 4. Amma məndən bu ifadəni istəyir. İndi mən də baxıram ki, baxın, B2 vur B10 var burada. Bunun indekslərinin cəmi 12 eləyir. Mən də bayaq gördüm ki, o 12-ni
Necə yazdıq bayaq? B6-nın kvadratı şəklində. Və vurulsun əlavə olaraq B6 var. Bu da nə oldu? B6-nın kubu. Biz B6-nı bayaq nə aldıq? 4 aldıq. 4-ün kubu 64. Yaxşı məsələdir, A variantı. 6-cı. Tərəfləri 12 və 15 olan paralleqramın hündürlüklərindən biri digərindən neçə dəfə böyükdür? Biz bilirik axı ki, paralleqramda belə bir düsturumuz var ki, məsələn, bu tərəf A, bu tərəf B olsa, B tərəfinə gedən hündürlük tutaq ki, HB-dir. A tərəfinə gedən hündürlük tutaq ki, HA-dırsa, B vurulsun HB bərabərdir A vurulsun HA düsturumuz var. Onda elə məsələn HB HA-dan neçə dəfə böyük olduğunu tapmaq üçün biz nəyi bölməliyik? A-nı B-yə bölməliyik də. İndi burada da bir hündürlüyün digər hündürlüyündən neçə dəfə böyük olduğunu tapmaq üçün elə tərəfləri bir-birinə bölmək lazımdır. Və cavablara baxsaq, hamısı bir tamla başlayır. Bir tamla başlamağı sizə necə ipucu ola bilər? O ipucu olar ki, demək ki, burada böyüyü kiçiyə bölüblər. Burada məsələn, 3-ə ixtisar eləsək 5 böl 4, o da 1.25 edir. B variantı. 7-ci çalışmada A parametrinin neçə natural qiymətində bərabərsizlər sisteminin həlli yoxdur. Burada belə bir şey deyim sizə. Deməli, uşaqlar, baxın, həlli yoxdur deyir də, düzdür? O vaxt həlli olmaz ki, mən sizə bunu ədəd oxunda bir göstərim. O vaxt həlli olmaz ki, tutaq ki, 2A üstəgəl 6 bundan böyükdür də, özdə bu daxildir. Bundan böyüksə deməli mənim x-larım gedir sola doğru. Bir də əlimdə 3A çıx 9 var. O da tutaq ki, gələk buralarda yerləşsin ki, bundan da kiçiklər getsin üzü sola və ortada kəsişəsi bir şey qalmasın. Gördünüz? Baxın, deyərsiniz mənimə, bəs güya belə yerləşsəydi nə olardı? Məsələn, 2A üstəgəl 6 burada və buradan getsin, böyükdür x-lar, düzdür, getsin sağa. O biri isə 3A çıx 9 burada yerləşsin. Buna görə də bundan kiçik oldu, ona getsin sola. Onda mən də deyəcəm ki, sizə, bəs yaxşı belə yerləşsə, məsələn, 3A çıx 9, 2A üstəgəl 6-dan sağda yerləşsə, onda burada axı bunların kəsişdiyi yer olacaq və bu da bizim həllimiz olacaq. Amma bizə deyir ki, həlli olmasın. Onda gələk biz mütləq onları bu vəziyyətdə yerləşdirək. Baxın, bu vəziyyətdə yerləşdirək. Bəs yaxşı, bu vəziyyətdə yerləşdirəndə belə çıxır ki, 2A üstəgəl 6, 3A çıx 9-dan sağda dayandı. Sağda da dayanmaq nə deməkdir? Yox, bir dəqiqə. Sağda da dayanmaq nə deməkdir? Sağ soldan böyük olmaq deməkdir. İndi həll eləyək. Mənfi A böyükdür mənfi 15, yəni A kiçikdir 15. A kiçikdirsə 15-dən neçədən həllimiz var? 14 dənə. Davam eləyək 8. Düsturlardan neçəsi ardıcıllığın eninci həddinin düsturu ola bilər? Baxın, burada bunu necə yoxlayırsınız? Məsələn, birinciyə baxaq. Birincidə enə elə ədəd qoymaq lazımdır ki, ümumiyyətlə elə ədədlər qoymaq lazımdır ki, həm natural olsun. Axı, eninci hədd deyir. Yəni, AN. AN-də biz bilirik ki, bu N sıranı bildirdiyindən, yəni A1, A2 düzülüşü bildirdiyindən burada mütləq müsbət natural ədədlər iştirak etməlidir. İndi mən birincini yoxlasam,
birinciyə A-ya, deməli N-ə natural qiymətlər qoya bilərəm. Və natural qiymətlər qoyanda burada belə bir problem mənim üçün yaranmayacaq. Problem nə ola bilər? Tutaq ki, məxrəc 0 olsa, onda axı bizim ədədimiz alınmayacaq. Mən də baxıram ki, burada N-in yalnız -2 qiymətində 0 çevrilir. -2 də zaten yəni mənim N-lərimin içində deyil. Yəni mən N-lərə yalnız naturallar qoya bilərəm və naturallar qoyanda da birinci misalda məxrəc 0-a çevrilmir. Ona görə burada problem yoxdur. Problem yoxdursa mən bunu götürə bilərəm. Amma ikincini götürə bilmərəm. Niyə? Çünki N-ə, bax, N-ə 4 qoyanda naturaldır, naturaldır. Amma N-ə 4 qoyanda məxrəc 0 olur. İkincisi deməli olmaz. Üçüncüsünə baxaq. Üçüncüsündə də məxrəci 0-a çevirən qiymətlərimiz yoxdur. Yoxdursa, deməli, N-ə də natural qiymətlər qoymaqla N-ci həddin düsturunu tapa bilərik. Oldu. Üçüncünü də götürürük. 4-ə baxaq. 4-də, məsələn, N-in yerinə biletə görə hesablasaq bunu 0-a çevirən qiymətləri hansılardır? 4 və 2-dir. Aha, baxın. Deməli, 4 və 2-ni burada aşağıda yerinə qoymaq olmaz. Qoymaq olmazsa, onda bu N-ci həddin düsturu olmayacaq. N-ci həddin düsturu olmayacaq. Ona görə bu olmadı. 5-ci suala baxaq. 5-ci sualda isə biz bunu N-i konkret natural ədəd ala bilməyəcəyik. Konkret natural ədəd ala bilməyəcəksə, biz deyirik, yaxı natural ədəd alsaq və bu məxrəcə qoya bilməsək, onda olmur. Amma buradakı N-lər zaten natural ədədlər deyirlər. Natural ədəd deyilsə, vəssalamda onda mənim işimə yarayır. Bunu da götürdük. İndi 6-cıya baxaq. 6-cıda da həmçinin hesablasaz, görəcəksiniz ki, bunu ödəyən ədədlər natural ədədlər deyil. Natural ədədlər deyil. Natural ədədlər deyilsə, yəni məxrəcimizi 0-a çevirən qiymət natural ədəd yoxdursa, o yüzden biz bunu götürə bilərik. Hətta, məsələn, 5-cidə natural ədədlər deyil, yəni orada, belə deyim də, kompleks ədədlərdir. Ümumiyyətlə, təhlükə yoxdur da. Neçə dənə oldu onda? 4 dənə oldu. 9. 9 kimi misallarda nə edəcəksiniz? Bunu gəlin S1, S2 və S3 ayıraq. Qaydaları da fikir versəz, bu şəkillərdə S1 üstəgəl S2-ni bizə S3 verdiklərini görəcəksiniz. Qaydalarda var. Yaxşı, indi gəlin baxaq burada nə deyir? A, B, Y üstəgəl A, Y, D. Yəni S1 üstəgəl S3 mənə verib 20. Bu yazılışa görə isə S2 üstəgəl S3 mənə verib 16. Mən bunları tərəf-tərəfə toplasam, alınacaq S1 üstəgəl S2 üstəgəl 2 dənə S3 bərabərdir 36. Və buradan görürəm ki, S1 üstəgəl S2-ni mən bayaq dedim axı ki, S3-ə bərabərdir. Onda bunların yerinə S3 yazıram. Nə alınır? 3 dənə S3 bərabərdir 36. S3 bərabərdir 12. İndi mənə hansını istəyir? Baxaq, ABCD-ni istəyir, bütöv istəyir. Bütöv fiqurun sahəsi necə tapılır ki? S1 üstəgəl S2 üstəgəl S3 şəklində. S1 üstəgəl S2 S3-dürsə, deməli elə bu fiqurun sahəsi 2 dənə S3-dür. Mən də S3-ü aldım 12. 2 vurulsun 12 bərabərdir nə alınır? 24 alınır. 9-da olduğu Y. 10-cu. Kvadrat bərabərsizliyin ən kiçik və ən böyük tam həllərinin cəmi 13-dür. Kvadrat bərabərsizliyinin ən kiçik və ən böyük tam həllərinin cəmi 13-dür. Bu bilirsiniz nə deməkdir? Bu kvadrat bərabərsizliyini həll edəndə biz zaten onun, belə deyim, sıfıra çevirən qiymətlərini tapırıq axı. Və ədəd oxunda qeyd edəndə o aralıqda
Elə həmən x1, x2-lər, yəni köklərimiz onun elə ən böyük, yəni kiçik qiymətləri olmuş olur və çünki burada bərabərlik var və bunların deyir cəmi 13-dür. Baxın, bunların cəmi 13-dür. İndi yaxşı, deyir ki, S-nin ala biləcəyi ən böyük. Biz burada S-ni həmişə necə alırdıq? Bunların hasili formasında alırdıq da, elə deyil. Yaxşı, x1 üstəgəl x2 özdə deyir ki, natural ədədlərdir də, həmən bu əmsallar. Onda x1 üstəgəl x2-ni, bu 2-dir bu. x1 üstəgəl x2 13-dürsə, mən baxım ki, hansı natural ədədlərin cəmi 13 eləyər və həmən natural ədədlərdən hasili ən böyük olanı götürəcəyik. Məsələn, burada müxtəlif variantlar var. Baxaq. Ola bilər 1 üstəgəl 12, 13 eləsin. Ola bilər 2 üstəgəl 11, 13 eləsin və s. Bunları bir-bir hasillərini tapanda görəcəyik ki, ən böyük hasil bunların bir-birinə yaxın vəziyyətdə olmasıdır. Məsələn, 6 üstəgəl 7 formasında olanda hasilimiz 42 eləyir. Qalan özünüz yoxlasaz görəcəksiniz ki, hasillər 42-dən kiçik eləyirlər. Belə. 11. 11-dən eləyəcək. Ədədi silsiləsində olarsa silsilənin 0-a bərabər olan həddinin nömrəsini tapın. Baxın. A20 hər tərəfi A26-ya vuracam. Üstəgəl A22 üstəgəl A24 bərabərdir mənfi A26-ya. Düzdür? Bunu da keçirdək bu tərəfə, sol tərəfə. Olsun üstəgəl A26 bərabərdir 0-a. İndi burada baxın. A20 ilə A26 mənə nə verir? A66 vermir ha. Yəni indeksləri 66 nə deyir? 46 verir, düzdür? İndekslərinin cəmi 46 verir. Onda mən bunları yaza bilərəmmi? A23 üstəgəl A23 şəklində. Hansı düsturdan istifadə elədim? Bu düsturdan. AM üstəgəl AK bərabərdir AN üstəgəl AL. O vaxt ki, indeksləri bərabər olsun. İndekslərin cəmləri bərabər olsun. Mən də deməli A20 üstəgəl A26-nı A23 üstəgəl A23 kimi yazdım. Həqiqətən də ödəyir, bax. 20 üstəgəl 26 46, 23 üstəgəl 23 46 ödəyir. Yaza bilərəm demək ki. Yerdə hansı qaldı? Yerdə bu ikisi qaldı, bax. Bu da baxıram ki, nə gözəl 46 eləyir. Onda mən bu ikisinin də yerinə A23 üstəgəl A23 yaza bilərəm. Bərabərdir 0 alındı. Və salonda buradan görsəndi ki, A23 0-dır ki, cəm 0 edib. Çünki eyni ədədlərdir də. Eyni ədədlərin cəmi 0 nə vaxt eləyər? Elə ədədin özü 0 olsa. C variantı. 12-yə baxaq. 12-də nə edə bilərik? Baxın. Burada bizə bərabər hissələrə bölünməsi böyük bir gözəllikdir. Yəni necə? Mən bunu baxın, M-lə T-ni başqa bir bəlkə rəngdən eləyim. Bu yaxşı görsənmədi. Belə eləsək, hə. Baxın, mən M-lə T-ni birləşdirirəm. M-lə T-ni birləşdirirəm. Bir də nəyi birləşdirim? T ilə N-ni birləşdirəcəm. Baxın. Biz bu hissəyə baxsaq, görürük ki, YP MBT üçbucağının orta xəttidir. Onda biraz bunu böyüdüm, baxın. Onda mən bura S desəm, bu aşağısı nə olur? 3S olur. Ay sağ ol. Eyni şeyi burada eləyirəm. Bura S deyirəm, onda bura olur 3S. Və indi fikir verin, A, M, T, N fiquruna. Bu fiqur paralleqramdır. Düzdür? Paralleqramdırsa, MN nədir orada? Diaqonaldır.
Və biz də bilirik ki, diaqonal paralleqramı 2 bərabər üçbucağa, 2 bərabər sahəli üçbucağa ayırır. Onda bura isə nə olur? 4s olur. Çünki MN diaqonalından aşağıda 4s'dir, S-dən 3s 4s eləyirik. Onda MN diaqonalından yuxarısı da eləyir 4s. İndi bir də qaldı buranın payı. Burada da yenə S 3s yazırıq. İndi görək, ümumi neçə dənə S-lərimiz var. Deməli, S 3s elədi. Bundan işarə edeyim. Bax, S 3s elədi 4s. Burada 4s, 8s, bura 4s, 12s, burada 4s, 16s. Aha. Deməli, ümumi olaraq mənim bütün figurum 16s'dir. Bəs qaralanmış hissələrin içində neçə dənə S-lər var? Gəlin sayaq. 7, 10, 11. 11 dənə S də qaralanmış hissənin içindədir. Əlbəttə ki, S-lər ixtisar gedir, qalır 16-da 11 D variantı. 13-ə baxırıq. 13 heyətdir və düşünürəm ki, bunun öhdəsindən gəlmək üçün nə etmək lazımdır? Sadəcə hər birinin sadələşdirib həll etmək lazımdır. Lakin fikir versəz, birincini sadələşdirəndə boş-çoxluq yaranır. İkincidə də diskriminant kiçikdir 0-dır və burada da bizim kiçikdir işarəmiz olduğuna görə biz bunu da boş-çoxluq götürürük. Ona görə iki boş-çoxluğun birləşməsi, heyət birləşmədə axı, birləşməsi bizə nə verir? Boş-çoxluq verir. 14. Ardıcıllığın ilk n həddinin cəmi düsturu ilə verilib. Bu ardıcıllığın n-ci həddinin düsturunu tapın. N-ci həddinin düsturunu tapanda mən sizə əvvəla belə bir şey deyim də. Tutaq ki, sizə desəydilər ki, 5-ci həddinin düsturunu tap. Siz necə tapacaqdıq? Onda S5 çıxılsın S4 yazırıq da. Düsturumuz da var hətta qaydalarda. Onda deməli neynədik? Biz bunu buna tətbiq eləyək. N-ci həddi sözünü deyirsə, onda mən elə SN-dən çıxacam S bir dənə A-sı, yəni N çıx 1-i. İndi gəl baxaq görək nə baş verir. SN-in düsturunda N-i yerinə qoysaq, elə özləri verən düstur alınır, çıxılsın. İkinci dəfə nə gətirib yerinə qoyuram? N çıx 1 yerinə qoyuram. Onda baxın nə baş verir. N çıx 1-in kvadratı çıxılsın. Niyə çıxılsın? Çünki qarşıda çıx var. Çıxılsın, bu 4 vurulsun. Yenə n çıx 1. Haradakı n görürəm, n çıx 1 yazıram. Bunu sadələşdirəcəksiniz. Cavabınızı alacaqsınız. 15-ə baxaq. Diaqonalları perpendikular olan bərabər yanlı trapeziyanın hündürlüyü 8-dir. Sahəsini tapın. Qaydaya görə diaqonalları perpendikular olan bərabər yanlı trapeziyada orta xətt bərabər olur hündürlüyə. Onda elə bu da ikisi də nədir? 8-dir. Və sahə necə tapılır? Orta xətt vurulsun hündürlük. Düzdür? Orta xəttim də 8-dir, hündürlüyüm də 8-dir. Cavab oldu 64. 16 kimi misallarda bir neçə üsulu var. Məsələn, bir üsul bunların hər ikisini kvadrata yüksəldib yazmaqdır. Bir üsullardan məsələn biri də birincinin olduğu kimi saxlayırsınız. Həm bu işarəni dəyişirsiniz, həm də burada bunun yerini dəyişirsiniz. Bax, bu iki üsuldan birini istifadə edə bilərsiniz. Məsələn, çox istifadə olunan üsullardan biri hər iki tərəfi kvadrata yüksəldib bərabərsizliyi həll etməkdir. 17. Birinci həddi ikinci həddindən 2 dəfə böyük olan sonsuz həndəsi silsilənin ilk 2 həddinin cəmi 24. Nə deməkdir bu? Deməli, B1 bərabərdir 2 dənə B2-yə. Gəlin biz bunu bir x-la falan işarə eləyək. Məsələn, B2-yə x desək, B1 nə olur onda? 2x olur. Və bunların cəmi 24-dür. Onda 3x bərabərdir 24-dürsə, x nə oldu? 8.
Yəni, birinci hədd onda olur 16, ikinci hədd olur 8. Buradan görsənir ki, Q nədir? 2-də 1-dir. Və sonsuz azalan həndəsi silsilə deyirsə və bütün ədlərinin cəmi deyirsə, bütün ədlərin cəmi düsturu necə idi? B1 bölünsün 1 çıx Q düsturu idi. B1 var əlimizdə 16, Q da var əlimizdə 2-də 1. Yerinə qoyub hesablayırsınız. 18 kvadratın daxilində götürülmüş nöqtədən bütün tərəflərə qədər məsafələr bərabərdir. Yəni kvadrat. Yaxşı çəkmədim. Deməli, bu nöqtədən bütün tərəflərə qədər məsafə 4-dür. Buradan bura 4, buradan bura da 4, buradan bura 4, buradan da bura 4. Onda mənim bu tərəfim nə olacaq? 4, 4, 8 olacaq. Bu tərəfim nə olacaq? Bu da 4, 4, 8 olacaq. Düzdür? Kvadratın sayısını tap. Nə oldu? 64. 19-a baxaq. Aralıqlar verilib. A üstəgəl B cəmi. A üstəgəl B-ni tapmaq üçün biz bunları alt-alta düzüb sadəcə toplayacağıq. Olacaq 14 A plus B, bu da 21. Bunun deyir nəyini istəyirəm? Ən kiçiyini istəyirəm. Bu aralığın ən kiçik qiyməti nədir? 15. Bir də məndən A böl B-ni istəyir. A böl B-ni tapanda bilirsiniz ki, A-nı yazırıq. B-ni isə 1 böl B şəklində yazırıq. Lakin 1 böl B şəklində yazanda sağla sol yerini dəyişməlidir. Və tərəf-tərəfə vururuq. Tərəf-tərəfə vuranda burada alınacaq 4, burada alınacaq A böl B, burada isə alınacaq 9. Bunun isə ən böyük qiymətini istəyir. Buranın isə ən böyük qiyməti nədir? 8-dir. Və bunların cəmini istəyir məndən. Cavab 23. Baxaq 20-yə. Həndəsi silsiləsində B2, B11, B20, 216 olarsa B11-i tapın. Baxın uşaqlar, bayaq buna oxşar elədik. B2 ilə B20 indekslərin cəmi 22 elədiyindən biz bunu B11 vur B11 yaza bilərik. Onda bu ikisinin yerinə B11-in kvadratı yazaram. Bir dənə burada da B11 var. Ümumi neynədir? B11-in kubu elədir. Bərabərdir 216. B11 nədir bəs? Nəyin kubu 216-dır? Əlbəttə ki, 6-nın B variantı. 21. Perimetri 24 olan rombun kvadrat olmayan sahəsinin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmini tapın. Gəlin baxaq. Rombun tərəfi nə olur? Rombun tərəfi 24 böl 4, 6 olur. Sahəsi üçün düsturumuz var axı. A kvadratı vur sinus alfa. Onda bərabərdir 36 vurulsun sinus alfa. Ən böyük, ən kiçik qiymətlərdən danışdığına görə sinusun ən böyük, ən kiçik qiyməti əlbəttə ki, sahə olaraq mənfi götürə bilməliyik. Ona görə sıfırdan danışsaq, sıfır halı və bir də ən böyük qiyməti sinus alfanın 1-ə bərabər olduğu halda da 36 olmuş olacaq, düzdür? Demək ki, mənim sahəm 0-la 36 arası dəyişəcək. Amma lakin nə 0 almayacaq, nə də 36-nı almayacaq. İndi deyək ki, niyə 36-nı almır? Axı sinus alfa 1-i alır. Bəli, sinus alfa 1-i alsa, onda burada 90 dərəcə yaranacaq. Və bu rombumuz dönüb olacaq kvadrat. Amma mənə deyir, axı kvadratı olmasın. Onda mən sinus alfaya 1 verə bilmərəm. 1 verə bilmərəmsə, burada ciddi bərabərsizlik göstərəcəm. Ona görə də bunun
bu aralıqda tam olaraq qiymət ən kiçiyi 1, ən böyüyü isə 35-dir. Bunların cəmi isə elə 36-dır. A variantı. 22-də heyətdir və deyir ki, bərabərsizlər heyətinin həllinin olması üçün A parametrini ala biləcəyi natural qiymətlərin cəmini tap. Buna bayaq oxşar, bilməm neçənci tapşırıq idi, 7 idi mi, neçə idi. Yəni məntiq eyni məntiqdir. Lakin mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün deməli bu necə yerləşər? Baxın. Bu belə yerləşər də. Demək ki, tutaq ki 8A - 3 burada yerləşsin. Üzü bu tərəfə gedir, çünki böyükdür. 6A + 11 də burada yerləşsin ki, üzü sola getsin. Və nəticə olaraq biz, görürsünüzmü, mənfi sonsuzluq, müsbət sonsuzluq birləşmə kimi götürə bilək. Onda bunun belə yerləşməsi üçüncə demək ki, 8A - 3 soldadır, 6A + 11 də sağdadır. Sol sağdan kiçik olduğundan burada kiçik işarəsi qoyursunuz və bunu həll edirsiniz. 23. Ardıcılığın ən kiçik həddi ilə həmin həddin nömrəsinin cəmini tapın. Baxın, burada nə edə bilərsiniz? Burada iki həddinin kvadratını ayıra bilərsiniz. Necə ayıracaqsınız? Buranı belə yaza bilərsiniz. N kvadratı - 6n + 9 + 36 vəziyyətində. Düzdür? Yəni 45-i ayırdım da. Onda bu 3-ü mənə verəcək n - 3-ün kvadratı. Yerdə nə qalacaq? + 36 qalacaq. İndi fikir ver. Bu ifadənin ən kiçik həddi alması üçün, ən kiçik həddi və həddin nömrəsi. Ən kiçik həddini alması üçün n buranı sıfıra çevirməliyik də. Onda n-ə nə qoyduq? 3. Bu nə deməkdir? Həddin nömrəsi deməkdir. Bəs n 3 olanda bura 0 olursa, mənim əlimdə kök altında 36 qalır. Oradan da nə çıxır? 6 çıxır. Belə çıxır ki, 3 və 6 cavab 9. Sonra davam edək. 24. Sahəsi 25 pi olan dairənin daxilinə oturacağı 8 olan korbucaqlı bərabəryanlı üçbucaq çəkdim. Burada bir şey yadınızda saxlayırıq. Dairənin daxilinə korbucaqlı üçbucaq çəkəndə o diametrdən bir istiqamətdə dayanır. Yəni məsələn ya yuxarıda çəkə bilərsən, ya aşağıdan götürürəm. Bir yarım dairədə yaxud da yarım çevrədə alınır. Bax belə. Biraz bunu bərabər yanlı kimi çəkməliyəm. Dəqiqə. Belə çəksəm daha gözəl olardı. Və bu oturacaq 8-dir. Sahəsi 25 pidirsə, radiusumuz 5-dir. Bu heç bunu hamı bilir. İndi mən nə edirəm? Mən buradan da bir radius çəkirəm. Və bu radiusla vətər bilirik də, perpendikular olanda vətəri yarı bölür. Bura oldu 4, bura oldu 4. Buradan da bir dənə radius çəkirəm. Bu beləsinə. İndi bu radiusumuz 5-dir, axı bilirik də, radiuslarımızın hamısı 5-dir. Bu radius 5-dirsə, bu hissə 4-dirsə, onda buranın payına nə qalır? 3 qalır Pifagora görə. Buradan çəkdiyimiz tamamilə bir radius idi, axı 5 idi də. Burası 3-dirsə, burasının payına nə qaldı? 2 qaldı. İndi fikir verin, bizdən istədikləri bu üçbucağa. Bu üçbucaqda yuxarıda qalan 2 mənim hündürlüyümdür. Bir də oturacağım var da, özü verib mənə ki 8-dir. Oturacağım da 8-dir. Üçbucağın sahəsi necə tapılır? 2-də 1 AH düsturundan tapılır. H da var, A da var. Yerinə qoyub yazacaqsınız. 25-ə baxaq. Bərabərsizliyin natural həllərinin cəmini tapın. Bərabərsizliyi ümumiyyətlə həll edəndə həm məxrəci, həm sürəti sıfıra çevirən qiymətlərə baxacağıq. Birinci mötərizəni sıfıra çevirən qiymət 2. İkinci mötərizəni sıfıra çevirən qiymət 5. Məxrəci sıfıra çevirən qiymət 9. Lakin x fərqlidir 9 olmağını unutmuruq, çünki məxrəzdədir. Onda bu ədədləri yerləşdirsək, 2,
5. 9-da isə boş dairə qoyuruq. Və bunları intervallar üsulu ilə həll etsək, əvvəla 9-dan böyük ədədləri götürüb yerinə yazsaq, görəcəyik ki, burada müsbət alınır. Onda növbələşdirsək, 5 ilə 9 arasına mənfi işarə düşür, 2 ilə 5 arasına müsbət işarə düşür. Lakin biz belə bir şey deyirik hər dəfə ki, burada mötərizənin kvadratı iştirak edirsə, deməli burada bu 2-nin, bax, 2-nin ətrafında olan işarələr ikisi də eyni olmalıdır. Yəni 2-nin sağında müsbət yarandısa, solunda da müsbətini qoymalısan. İndi mənə nə deyir? Kiçikdir deyir 0 aralıqlarını götür. Kiçikdir 0 aralığı da yalnız hardadır? Yalnız buradadır. 5, 9. 5 də daxildir, lakin 9 daxil deyil. Onda bu aralıqda olan ədədlərin, 5 daxil olmaq şərti ilə ədədlərin cəmini tapacaqsınız. 26 ədəd oxunda 3 və 123 ədədləri arasında bərabər məsafələrdə olmaqla 59 ədəd yerləşdirilir. 3-dən sonra gələn 9-cu ədədi tapın. Baxın, bu 59 ədəd yerləşdirilməsi bizə kömək edir. Deməli, bunlar tən yarıdadır da, yəni o həmən ədəd, 59-cu ədəd. Tən yarıdadırsa, onda bunlar 2-2 arta gediblər. Yəni, 2-2 arta gediblər nə deməkdir? 3, sonrası gəlib 5, sonrası gəlib 7. Bu şəkildə 59 dənə ədəd yerləşdirməklə sonuncu 123 edir. Mənə də deyir ki, 3-dən sonra gələn 9-cu ədədi tap. Siz də belə getməklə 5, 7, yəni çox böyük bir rəqəm deyil ki, 5, 7, 9, 11 gedib hansı ədədə çatmalısınız? 9-cu yerdə dayanan ədədə çatmalısınız. 27-yə baxaq. Uyğunluğu müəyyən edin. Deməli, tərəfi A 4-cü dərəcədən kökdə 3 olan düzgün altıbucaqlının sahəsini tapın. İndi burada baxaq. Düzgün altıbucaqlının sahəsi üçün, qoy çəkim əvvəlcə bunu. Təxminən çəkdim ki, düzgün altıbucaqlının sahəsi üçün belə bir düsturumuz var ki, bura R-lərdir və biz də bilirik ki, düzgün altıbucaqlıda R nəyə bərabərdir? Bu tərəfə bərabərdir də. Onda bu altıbucaqlının sahəsini tapanda bir üçbucağın sahəsini taparsan, bir üçbucağın sahəsi də A kvadratı kökdə 3 böl neçəydi? 4-dür də. Düzdürmü? Bir üçbucağın sahəsi. Və bunu vurarsan 6-ya. İndi mənə də tərəfini A 4-cü dərəcədən kökdə 3 verib. Yəni sən burada A deyil, tərəf olaraq nə istifadə edəcəksən? A 4-cü dərəcədən 3-ün kvadratını istifadə edəcəksən. Bu şəkildə baxacağıq ki, bizim 6-ya vurmağı da unutmuruq. Baxacağıq ki, bizim altıbucaqlının sahəsi nəyə bərabər olacaq? Sonra ikinci bənddə isə deyir ki, diaqonalı A olan düzgün dördbucaqlının sahəsi. Düzgün dördbucaqlı bilirik ki, kvadratdır. Bax, diaqonalın adısa, onda tərəfin A böl kökdə 2-dir. Düzdür? Və sahəni tapanda deməli tərəfin kvadratı da axı A böl kökdə 2-nin kvadratı və ya ikinci bir düstur, diaqonaldan da istifadə edə bilərdin. Diaqonal verilibsə, bizim sahəmiz diaqonalın kvadratı böl 2 düsturundan istifadə edə bilərsən. Yəni, istəyirsən tərəflə get, istəyirsən diaqonalla get. Elə buradan görsənir ki, 2 A-ya gedir. Aha, sonra bir də üçüncü bənd var. Baxaq burada nə deyilir. Üçüncü bənddə isə deyir ki, hipotenuzu A olan bərabər yanlı düzbucaqlı üçbucaq. Hipotenuzu A-dır, bərabər yanlı düzbucaqlı üçbucağın sahəsini tapın. Burada da
bərabəryanlı düzbucaqlı düzbucağın sahəsi düsturu var ki, hipotenuz veriləndə s kvadratı böl 4 düsturu var. Bu da əlbəttə ki, y-yə uyğun gəlir. Belə uşaqlar, bilirsiniz ki, 28, 29 və 30-cu çalışmalar, baxın burada əvvəldə görürsünüz yazılıb düzgün cavabların, sınağın düzgün cavabları. Bu QR kodu skan etməklə siz düzgün cavabları əldə edəcəksiniz. Lakin onların 28-ə kimi həlləri yoxdur. Buna görə mən sizə onun həllərinə istiqamət verdim. Lakin 28, 29, 30-cu çalışmaların isə konkret OTK tərəfindən izahı yazılıb. Yəni, izahı oradan oxuya bilərsiniz. Hamıya uğurlar.